1922-ci ilin dekabrın 22-sində Varansovka bölgəsi də Ermənistanın Loru Pəmbək qəzasına qatıldı. Loru Sovet dövründə Varansovka, Cəlaloğlu, Allahverdi və Barana rayonlarına, Pəmbək isə Böyük Qarakilsə və Hamamlı rayonlarına bölünmüşdü. Sovet hakimiyyəti illərində də bu əraziyə ermənilərin axını dayanmadı. 1946-cı ildən başlayaraq Loru Pəmbək ərazisinə Türkiyə və Suriyadan ermənilərin köçürülməsinə başlandı. Bir əsrdə 4 dəfə qaçqın və didərgin olduq. 1905, 1907-ci illər, 1918-20-ci illər, 1948-53-cü illər, nəhayət 1988-ci il, 1905-7 və 1918-ci illərdə bölgədə yaşayan Azərbaycanlıların əksəriyyəti qovularaq indiki Türkiyə ərazisinə, Axırkələyə, Qarsa, Ərdahana, Sarıqamışa, Qaraxanköyə köçməyə məcbur olmuşlar. Bir müddət sonra kimisi geri dönmüş, kimisi isə orada qalmışdı. Yenə əyilmədik kafirlərin qarşısında. Ha çalışdılar ki, bizi assimilyasiya etsinlər, parçalasınlar, lakin bacarmadılar. Elin obanın ziyalıları imkan vermədi. Adət-ənənəmizi, mədəniyyətimizi, irsimizi qoruyub saxladıq. Arçut mahalın ən böyük kəndlərindən biridir. Tarixi və mədəni irsi çox zəngin idi. Kəndin sosial tərkibi ancaq Azərbaycan türklərindən ibarət idi. Kənddə soylu köklü insanlar yaşayırdı. Əksəriyyətinin soy şəcərəsi məlumdur. Müxtəlif tarixi ədəbiyyatlarda mövcuddur. Eləmin ağa qardaş, sallan gəl bağa qardaş. Qoçum yox, qurban kəsəm, canım sadağa qardaş. Bu dağlar olmayaydı, saralıb solmayaydı. Bir ayrılıq, bir ölüm, heç biri olmayaydı. Bu yola yol salaydım, karvanı bol salaydım. Bilseydim ayrıldın ay qardaş, boynuna qol salıb. Bağım ağlayar, bağmanım ağlar, bağım ağlayar. Basmayar pağımı, bostanda tağım ağlar. Sarı bağlar, sarı bağçalar, sarı bağlar. Vətəndən çıxan gəlimin rəngi sarı bağlar. Dağlar maralıya bey, dindirməməd ey, ürəyimi yaralıyam ey. İtirmişəm vətəni, eldən gündən aralıyam ey, yaralıyam aralı. 88-ci ilin 7 dekabr zəlzələsi bəlkə də tarixi qurtuluşumuz oldu. Eyni zamanda o devirdə hələ kəndimizdə telefon rabitəsinin olması sağ olsun yeri gəlmişkən buradan Qədim müəllimi də mən öz hörmətimi demək təşəkkürlərimi bildirirəm ki, o kənddə o ATS-i demək çox böyük əməyi olub. O kəndin qorunmasında, kənddən gələn məlumatların ötürülməsində onun müstəsna rolu olub. O vaxtlar telefonla kəsiləndə bizim liniyamız bir dənə Qaradskoy liniya gəlirdi ATS-ə. Deməli, kəndin cəmaatı həmən Qaradskoy liniya düşürdülər. Şəhərlərə, Bakıya, Gəncəyə, Moskvaya, hara istəsələr danışa bilərdi. Eyni vaxtda 6 nəfər danışa bilərdi. Bunların hamısı kəsiləndən sonra bir dənə o vaxtda mən təsadüfi yoxladım ki, hələ görüm liniya varmış deyir. Gördüm Qaradskoy işləyir. Mən Qaradskoy liniyanı birləşdirdim evə. Yalnız kənddə bizim evdə var idi telefon. Heç kimdə telefon yox idi. Mərkəzi komitədən, Ali Sovetdən də zəng olundu evə. O cümlədən zəng olunanda mənim yoldaşım götürmüşdü telefonu. Qızım, vəziyyət necədir? Qış ayları idi, 88-in axırı idi, noyabrın axırı, dekabrın biri, ikisi idi təxmini. Yanımdan çıxıb o gün dəqiq bilmirəm. Evdə otururdum, zəng gəldi.
Osmanov İmran Bakıdan zəng vurdu. Dedi kim var, kim yox. Dedim heç kəs yoxdur mənim. Dedi kişilər hardadır? Dedim kişilər kəndi mühasirəyə alıblar. Harasa tədbir tökməyə gediblər, yığılıblar bir yerə. Heç kəs yoxdur mənim. Dedi indi səninlə danışan var. Gör kimdir danışır. Nazirlikdən bir adam danışdı. Dedi salam Mələk. Dedim Mələk. Dedi nə var, nə yox kətdə. Dedim kətdə bizim mühasirəyə alıblar. Şəhərə giriş çıxış yoxdur. Şəhərdən bizə heç nə gəlmir. İşıqları keçirirlər və təhlükə içində yaşayırıq. Nəsə qorxulu vəziyyətdir. Sağ qala da bilərik, qalmaya da bilərik. Dedi ki, qızım, bəs indi hamı sizin yoldaşlarınız? Dedim, hamısı bu gediblər tədbir tökməyə. Gecələr kişilər çıxır, hamısı gedir. Saat təxminən 5 arası idi, onlar bizə zəng vuranda. Mən danışdığım adam sonra məlum oldu ki, təzədən bir dəfə də zəng vurdular Bakıdan bizə. Nazirlər kabinetinin sədri Həsən Seyidov idi danışan. Ümumilikdə götürəndə 80-ci illərin ortalarından başlayaraq İrəvanda, o cümlədən Qərbi Azərbaycanın bütün yerlərində, çünki biz gedirdik bölgələrdə, iştirak edirdik, gəzirdik, teatr tamaşaları ifa edirdik, oynayırdıq. Həm də mən radio üçün reportajlara gedirdim bölgələrə. O vaxtda belə bir çaxnaşmalar vardı. Yerli Azərbaycanlılar getdikcə sıxışdırılırdı ermənilər tərəfindən. Onlara iş verilmirdi, vəzifələri əlindən alınırdı. Gözüm çıxdıya salınırdı bir sözlə. Bizim doğma kəndimiz Arçuda qonşu olan Saral, Vartana və Hallavar bölgəsində bu hadisələrə rast gəlmək olurdu. Arçut kəndi Qərbi Azərbaycan Ermənistan adlandırılan ərazinin mərkəzinə yerləşdiyinə görə bu coğrafi baxımdan, onun şəraiti, iqlimi baxımdan çox gözəl olsa da 88-ci il hadisələrində mərkəzdə yerləşdiyindən onların cəmaatı daha çox məzuniyyətlərə, daha çox çətinliklərə məruz qaldılar. Təsəvvür edin, əgər 88-ci ildə zəlzələ olmasaydı, orada əhalinin çox böyük əksəriyyəti onlar ermənilər tərəfindən öldürüləcəkdi. Nətər ki, ən çox itkilərə məruz qalan da məhz həmin bölgənin adamları olubdu. Odur ki, indi o devirdən bu gün artıq bir 35 il keçir. Deyərdik ki, yeni nəsil formalaşdı. Bugün 35 yaşı var. 35 yaşı var. Hansı ki, kənddə yox, demək, digər mahalda, digər bölgələrdə doğuldu, boya başa çatdı. Onlara bizim bu dediyimiz, demək, bəhs etdiyimiz məsələlər çox tarixi əhəmiyyət kəsb edəcək ki, babaları, valideynləri hansı məşəqqətlər yaşayıblar və bugün müstəqilliyimizin, deyərdim, 32-ci ilində torpaq bütövlüyümüzün təmin olunması, bu 44 günlük müharibənin gətirdiyi Azərbaycana demək, yaratdığı şəraitdən inanıram ki, Arçut icmasının da bizim kəndin də həm verdiyi şəhidlərlə, həm bu məsələlərdə, quruculuq işlərində yaxından iştirak etməsi ilə xüsusi fərqlənir və töhfələr verməkdə davam edir. İnanıram ki, gələcəkdə də hörmətli prezidentimizin apardığı daxili-xarici siyasətdə xüsusi olaraq da Qərbi Azərbaycan icması yanında həyata keçirilən tədbirlərdə öz töhfələrini verəcəkdir. Düz 35 ildir qaçqınlıq, didərginlik həyatı yaşayan Arçutlular artıq yaşadıkları yerin sakinlərinə çevriliblər. Ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edirlər. Elm sahəsində onlarla elm xadimləri, istehsalat sahəsində mühəndislər, təhsil sahəsində müəllimlər borclarını layiqincə yerinə yetirirlər. İdmançılarımız ölkənin bayrağını uca zirvələrə qaldırır. Vətən uğrunda şəhid olmaqla qürur verirlər. Bu günə qədər Qarabağ Savaşında Arçut kəndindən bir milli qəhrəman Fərhad Qəmbəroğlu Hümbətov, 1-ci və 2-ci Qarabağ Savaşında 7 şəhid, onlarla orden və medallar almış igidlərimiz var.
Heç kəsin ağlına belə gəlməzdi ki, bir deyil, 5 deyil, minlərlə insan bir günün içində öz dədə-baba torpaqlarından didərgin salınacaq. Həm də insanlıq xarici əməllərlə. 200 il əvvəldən başlayan xain plan soysuz erməni və rus şovinistlərinin əli ilə. Bugün bu həsrət hər birimizin içində qor olub qovurur bizi. Arçut kəndi Qərbi Azərbaycanda bir kənd, Pəmbək mahalının gözəl kəndlərindən biri. Dağların qoynunda bəslənən, daima günəşlənən əsrarəngiz, gözəlliyə malik olan kənd. Vətən dərdi nə ağırdı, fələk bizi tez ayırdı, ayrılıq qəlbimi qırdı, çalacaqmı tarım udum, doğma diyarım, Arçudum.